Baş ağrısında əslində diaqnostika, yəni bu ən önəmli vurğulanması gerəkən bir şeydir. Çünki xəstələr müraciət edəndə ilk başda hətta MRT-mi çəkdirdim nəticəsi ilə hani gəlmək istəyirəm şəklində çox müraciət edirlər. MRT yəni birinci kriter deyil kesinlikle. İlk öncə xəstə mütləq və mütləq müayinədən keçməlidir. Çünki xəstənin anamnezinə görə biz anlatdığı şeylərə görə ağrının xarakteri, başlanma sürəsi, davam etməsi, ağrı kəsiciyə cavab verib verməməsi, eşlik edən, ağrını müşahidə edən simptomların nələrin olub olmaması, ağrının yatanda mı, duranda mı ortaya çıxması, nə qədər vaxtdır ağrı var. Yəni bunlar hamısı ətraflı sorğulandıqda bizdə həkim olaraq bir fikir oluşur ki, bu birincili baş ağrısı mı, ikincili olma ehtimalı var mı, altında bir səbəb axtarmalıyam mı, yoxsa elə birincili baş ağrısıdır, direkt xəstədən heç bir müayinə, MRT, KT, o bu istəmədən yəni direkt müalicəyə mi başlamalıyam? Bunun üçün yəni anamnez, müayinə çox-çox önəmlidir baş ağrısı xəstəsində. Təbii təyin etdik, müayinə etdik xəstəni. Birincili baş ağrıdsa heç bir müayinə dediyim kimi əlavə faktorlara istəmədən, müayinə vasitələri istəmədən müalicəni təyin edirik xəstəyə. Bu fərqi yoxdur. Gərilim də ola bilər, migren, baş ağrısı da ola bilər və ya fərqli sefalgiya dediyimiz otonom sefalgiya, vegetativ sistemlə əlaqəli ortaya çıxan baş ağrılar var. Onlardan biri də ola bilər. Yəni bunların altında illa bir şey axtarmırıq biz. Müayinənin nəticəsinə görə təbii ki. Amma ikincili baş ağrısı şübhəsi varsa bizdə mütləq burada radiolojik müayinə vasitələrindən ən çox istifadə etdiyimiz beyin MRT-si deyəlim. Məsələn, qanamadan şübhələnirik ki, bir subarachnoid qanama çox şiddətli. Ömrümdə ilk dəfə ortaya çıxan belə bir baş ağrım varla xəstə ortaya bizə müraciət edirsə, burada ilk yapacağımız şey əslində KT çəkdirməkdir, kompüter tomoqrafiya. Çünki məsələn, beyin qanaması olma ehtimalı çox yüksəkdir. Qanamadan şübhələnəndə dəyişə bilir. Yəni MRT-dənsə tomoqrafiyanın öncəlikli tərcihimiz olur deyim. Bundan başqa, məsələn, bir epilepsiyadan şübhələniriksə bir EEG müayinəsi istəyə bilirik və ya kəllə daxili basınç təzyiq artışı dedik məsələn az öncə. Ona bağlı bir şeydən şübhələniriksə, beyin onurğa beyni mayesinin müayinəsi və ya meningitdən məsələn şübhələndik, MRT çəkildi, şübhəli qaldıq, yenə beyin onurğa beyni mayesinin görülməsi. Yəni bu müayinə vasitələri ilə bu şəkildə davam edə bilirik.